Hər vaxtınız xeyir olsun. Bugün sizə çox möhtəşəm bir təlim hazırlamışam. Hansı ki, bu təlim sizi böyük hədəflərə doğru aparacaq. Necə ki, məni apardı. Çünki mən təlimi hazırlayarkən inanın ki, çox böyük motivasiya alaraq daha böyük, yüksək rütbələri hədəf tutdum artıq. Eləcə də sizlər üçün, yəni hədəfi olan, yüksək qazanc əldə etmək istəyən, böyük-böyük pillələrə qalxmaq istəyən bütün liderlərimizə bu təlim çox faydalı olacaq. Ona görə diqqətlə dinləyin. Deməli, yüksək rütbələrin qazancı bu mövzu başlığımızdır və hər bir rütbənin mükafatı, gəliri, necə etməlisiniz ki, həmin rütbələrə çatasınız? Mövzumuz bundan əlaqəlidir. Keçək növbəti səhifəmizə. Burada kvalifikasiya bonuslarını qeyd etmişəm ümumi şəkildə. Niyə görə? Çünki mövzumuz elə məhz bu çərçivədə dönəcək, bu çərçivədə artacaq. Və bu komandaları necə yaratmalısınız, necə etməlisiniz, hansı səviyyədə nə qazanacaqsınız, bunların hamısını bir-bir izah edəcəm. Baxın, bir rütbəni görürsünüz, burada bir rütbə sıralamaları var. Baxın bu pillələrə. Hər biri rütbələrin sıralanmasıdır. Bu pillələrdə qarşısında gördüyünüz bunların bir saniyə uçqamı götürüm. Burada gördüyünüz mükafatların hər biri, burada gördüyünüz mükafatların hər biri mükafatdır və həmin mükafatı rütbəni açıb təsdiqlədiyiniz zaman alırsınız. Məsəl üçün, direktor rütbəsini açmısınız və sizin artıq açıq rütbədə direktorsunuz. Və açıq rütbədə direktor olduğunuza görə siz bu rütbəni təsdiqləməlisiniz. 8 dəfə təsdiqlədiyiniz zaman 1500 manat mükafatınızı alırsınız. Bu bütün rütbələrə keçərlidir. Ta ki 1.500.000 manata qədər artan rütbəyə bonusları var. Bu maaş deyil. Sizin illik gəliriniz burada hesablanıb. Amma ki, bu sizin əlavə olaraq aldığınız rütbənin təsdiqlənməsinə görə kvalifikasiya bonusudur. Bu şirkətin ayrı bir bonusudur deyərdim. Gəlin indi biz bunu xırdalayaq. Etap-etap mən sizə hansı rütbəni, necə etməlisiniz ki, həmin rütbəni açasınız, həmin rütbəni təsdiqləyəsiniz və mükafatlarınızı, gəlirinizi artırasınız. Gəlin ilk öncə başlayaq. Direktoru bilirsiniz, direktor 3000 bal həcmi ilə olur. Ona görə baş direktordan başlamışam. Direktor 3000 ballıq komanda yaradırsa və təsdiqləyirsə 8 dəfə artıq mükafatını almış olur. Bizim təlimimiz baş direktordan başlayacaq. Niyə görə? Çünki artıq baş direktorun hədəfini tutan, hansı ki, bəzən qızlarımız var ki, onların bir qolları var, digər qolları yoxdur, ona görə həcmini tamamlaya bilmirlər. Elə sizlər üçün məhz bu örnək olmalıdır ki, nə edəsiniz, necə edəsiniz ki, bir dəfəlik baş direktor olub 2250 manat mükafat alasınız. Deməli, baş direktor kimdir? Baş direktor 5000 ballıq komanda həcmi olan liderdir. Baş direktorun mükafatı burada 750 manat yazıb. Amma elə liderimiz var ki, o direktorluğun bonusunu almayıb. Direktorluğuna baş direktorluğu bir yerdə təsdiqləyən ikisi ilə mükafatını bir yerdə ala bilir. Və burada amma baş direktorluğu tək təsdiqlədiyi zaman, yalnız bu rütbəni təsdiqlədiyi zaman mükafat 750 manatdır. Baş direktorun komandası necə qurulur? 5000 ballıq həcm necə qurulur? İlk öncə baş direktor olmaq üçün sizin iki üsulunuz var. Yəni iki üsulla baş direktor ola bilərsiniz. Birinci üsul hansıdır? Baxın, gördüyünüz bu üsulu xırdalayaq. Bir saniyə. Gördüyünüz bu üsulu xırdalayaq və burada əgər ki, baş direktor olmaq istəyirsənsə, 5000 ballıq komanda həcmin varsa, o zaman sənin direktorun yoxdursa strukturda, sən baş direktor ola bilirsən. Amma direktor yoxdursa, əgər bir xəttində direktor çıxırsa, o direktor bu şəxsi balını vurmasa belə, 3000 ballıq həcm sizin üzərinizdən çıxırsa belə, sizin artıq direktorunuz var sayılır. Yəni o sizdən artıq ayrılıb. Və bunu ikinci üsulla təsdiqləyəcəksiniz. Yəni 5000 ballıq həcmi olan, direktoru olmayan baş direktor sayılır birinci üsulla. Amma ikinci üsul nədir? Əgər ki, direktoru varsa həmin şəxsin, direktor olduğu zaman kənarda 2000 balı olmalıdır. Kənarda 2000 balı olmalıdır. Yəni digər qrupunda, digər qollarında ümumi bir yerdə 2000 balı olmalıdır. Yəni bu xəttin üzərindəki bal sayılmır. Digər xətlərinizdə 2000 ballıq komanda olmalıdır. Yəni iki üsulla baş direktor olmaq mümkündür. Birinci üsul, bir də xatırladıram, 5000 ballıq həcmlə direktorsuz. İkinci üsul, əgər direktor varsa, kənardakı qrupla 2000 ballıq həcm olmalıdır. Yəni direktor xəttindən ümumiyyətlə kənarda 2000 ballıq həcm olmalıdır. O zaman direktor ola bilirsiniz. Yəni bu rütbə iki üsulla təsdiqlənə bilər. Amma digər rütbələrdə şərtlər birdir. Yəni bir şərt var. Gəlin keçək növbəti rütbəyə. Burada gümüş direktoru izah eləmişəm. Gümüş direktor kimdir? Gümüş direktor şirkətin
2800 manat kvalifikasiya bonusunu alan şəxsdir. Gümüş rütbəni açırsınız. Açdığınız və təsdiqlədiyiniz zaman mükafatınız 2800 manat olur və gümüş direktor olmaq üçün hansı şərtlər, hansı qaydalar lazımdır? Gəlin onu xırdalayaq. Gümüş direktor olmaq üçün sənin şəxsi komanda 1500 bal olmalıdır. Şəxsi komanda nədir? Şəxsi komanda direktorların çıxırsa onlardan kənarda olan digər qrupların balıdır. Şəxsi komanda o sayılır. Şəxsi komanda sizə aid olan komanda, sizin qrupunuz olan komanda sayılır. Yəni direktorlarınızın xəttində olan və ya da ondan yuxarıda, ondan aşağıda olan yox. Yəni sizə aid olan sırf sizin komandavız. Hansı ki direktor hələ olmayıblar. O şəxslərlə bir yerdə şəxsi komanda sayılır və o komandanın balı 1500 bal olmalıdır. Və iki xəttinizdə ayrı-ayrılıqda direktor olmalıdır. Bir direktor, iki direktor. Yəni iki direktor üst-üstə ola bilməz. Yəni ayrı-ayrı qollarda olmalıdır. Əgər ki sizin ayrı-ayrı qollarınızda iki direktorunuz varsa, yəni bir, iki direktorunuz varsa və kənarda 1500 ballıq komandamız varsa, təbii ki şəxsi baldan da söhbət gedir, yəni bu da onun içinə daxildir, yəni bura daxildir. O zaman siz gümüş direktor rütbəsini açmış, təsdiqləmiş olursunuz. Və burada sizin mükafatınız 2800 manatdır. Gəlirinizdəki hər 3 həftədən bir gümüş direktor maaşına görə hesablanır. O da ayrı bir qazancdır. Və burada sizin qazancınız nə olacaq? Gördüyünüz bu şəxsi qrupdan 23% həcm götürürsünüz. Yəni kənardakı qruplarınızdan 23% həcm götürürsünüz. Buradan isə direktorlarınızdan 5% və 5% gəlir götürürsünüz. Yəni komandamızdan, bu qollarımızdan, dəqiq geri gəldim. Bu qollarımızdan 5%, buradan isə 23% götürürsünüz. Və bunların hər birinin qazancı 3 həftəlik gəlirinizdə hesablanır. Düşünürəm ki, bu da sizin üçün aydın oldu. Keçək növbəti rütbəyə, qızıl direktor rütbəsinə. Qızıl direktor kimdir? Qızıl direktorun da şərtləri eyni gümüş direktordakı kimi keçərlidir. Yəni əslində rütbələrin izahı çətin deyil. Yəni çox sadədir. Çox sadə qaydalarla da yerinə yetirə bilərsiniz. Gözünüzdə əsla böyütməyin. Çünki hər bir direktor, hər bir ailə deməkdir. Bir nəfərin qazanması deməkdir. Bu da çətin bir şey deyil. Yəni 5 nəfəri qazandırmaq, 3 nəfəri qazandırmaq heç də çətin bir etaplar deyil. Sadəcə olaraq yola çıxıb inanmaq lazımdır özünə. Qızıl direktor kimdir? Qızıl direktor şirkətin 3800 manat mükafatını alan, kvalifikasiya bonusunu alan şəxsdir. Qızıl direktorun hər 3 qolunda ayrı-ayrı direktor olmalıdır. Şəxsi həcmi, yəni direktorlardan kənardakı qrupasının həcmi 1000 bal olmağı kifayətdir. Görürsünüz, gümüşdə 1500 idi. Görürsünüz, burada gümüş direktorda 1500 idi. Amma ki, qızılda 1000 baldır. Yəni düşür də, şəxsi qrupanın balı düşür. Qızıl direktorun hər ayrı qollarında, yəni ayrı-ayrılıqda üst-üstə olmaz da dedim sizə. Baxın, məsəl üçün belədirsə olmaz. Yəni sizin qollarınız ayrı-ayrılıqda 3 qolunuz direktor olarsa, siz şəxsi qrup həcminiz 1000 bal olarsa qızıl direktor sayılırsınız. Qızıl direktorun burada yenidə mükafatını xatırladım 3800 manatdır. Qızıl direktor hər bir direktorun